Kim deyirəm Azər. Dedi, ay o Kürt Azər. Dedim, sən nə bildin? Dedim, ondan başqa kim deyə bilər ki, deyir. Onun vəzifəsi nədir? Azərin kapitan, Nizam rayonunda işləyir. Demək polis zabiti. Bəli. Demək, mən aidiyyəti orqanlarına müraciət eləmişəm, demişəm. Yəni, gətirib Amid ortaya qaçmalı ki, Amid döyüb səni. Mən də deyirəm, başda olmaq şərtilə Azərdir. Azərdir, Amiddir, bir də Ramildir. Bu üçüdür. Deyirəm, mən nəyə görə siz yaxşı Azər ortaya gətirmişsiniz? Məsələn, hakim. Ya da prokurorun elə müavinlə mən dedim, Rəsul müəllimə dedim. Dedim, siz buna niyə gizlədsiniz? Yəni, mənim bu xəsarət bu qədər mənə dəyibdir. Məsələn, əlim, şəkilər kimi hamısı var məndə. Faktlar var məndə. Faktlar hava kimi üstünü örtüsünüz siz. Bax, Gəncə prokurorluğu o vaxt necə üstünü örtmüşdüsə, hər kəsin gözü qarşısında olan bir şeyi. İndi Elgün İbrahimov qətildir, bunun üstünü örtməyəcək. Yəni, bilsinizmi, yəni bu qədər... Hələ bu adam danışır, deyir, bu döyüb məni, faktlar var, subutlar var, deyirlər yox. Canlı danışır şahid. Elgün İbrahimov yazıq ölübdür, ortada şahid yoxdur, kimsə yoxdur. Və əlbəttə ki, örtbasdır etmək bu məsələni daha asandır bunlar üçün. Sızıq olmaz deyə, bu qədər öz başına olmaz. Siz əvvəlcə bildirdiniz ki, həmin Azər dediyiniz adam kiminsə qohumudur. O dəqiq məsələdir. Əlbəttə, bəli. Bəylərin bağışlı oğlu deyirlər. Deyirlər, bəylərin bağışlı oğludur. Hətta keçmiş Göygöl rayonunun komissarı Mail. İndi onun qardaşıdır. Mailin qardaşıdır. Mail Şahverdiyevin qardaşı. Bəli. Familiyası nədir? Azər Şahverdiyevdir. Bəli. Azər Şahverdiyevdir. Hərbi xidmətə çağırış xidmətinin rəis müavinidir və özü də Gəncədə at oynadır. Polisi ölümcül döyən, polis avtomobilini güllabaran edən, faktlar, subutlar olan bir şəxs onu cinayətə cəlb etmirlər. Görürsünüz, örtbasdır etdilər, cinayət kimi açıldı. Yox, vəzifədə qaldı, vəzifəsini ələ artırdılar, Gəncənin özünə gətirdilər. İndi ölmüş, subut ortada olmayan Elgün İbrahimov cinayət işini açacaqdılar. Yox, arxasında Bəylər Əyyubov dayanır. Əgər o getmiş olsaydı, Azər İbrahimov, Ramin Mehdixanov, onlar tutulmuş olsaydı, Bəylər Əyyubova gedib çıxacaqdı. Bəylər Əyyubovun artıq Gəncədə hökmranlığı bitmiş olardı. Oranı da Paşayevlər ələ keçirərdi. Necə ki, Naxçıvanda Vasif Talıbovu yıxdılar, artıq Paşayevlər orada hökmrandı. Amma Gəncə ətrafı rayonları indi tam ələ keçirə bilməyiblər Paşayevlər. Ona görə maraqlıydılar. Amma onlara da subut lazımdır axı. Kamran Əliyeva, baş prokurora subut lazımdır axı. Dedikodu ilə və yaxud da həqiqəti bilirik, amma bunu açmaq üçün də subut lazımdır. Subut da polislərin əlində olur. Polis öldürüb, döyüb, öldürüb və izi itirib, telefonu yox eləyib. Gətirib ora 2-3 dənə yalancı izlər qoyub. Əlbəttə prokurorluq neynəsin? Gəncə prokurorluğu da onların əlindədir. Necə ki, əvvəlki illərdə Azər Şahverdiyev başqa cinayətlərin üstünü açmayıb Bəylər Əyyubovun tayfası olduğu üçün Gəncə prokurorluğu eləcə də indi aça bilmir, açmır. Subut yoxdur əllərində. Ona görə də baş prokurorluq yalan məlumatlar yayır öz yerində. Özü də bilir ki, yalan məlumat yayıbdır. Amma gördüyünüz kimi dedilər ki, bizə subut verin. Onlar da bildilər işi. Subut istədilər. Polis isə, Gəncə polisi cinayəti törədənlər yox edib subutu. Gerçəklər budur.